Aha. İndi isə belə bir misalımız var bizim. Bərabərsizliyimiz var daha doğrusu. Deyir ki, bərabərsizliyi həll edin. Biz bərabərsizliyə ilk baxışda baxanda görürük ki, məxrəcdə moduldur. Sürətdə bir dənə x kvadratıdır, bir də x minus 1-in kubudur. Və bizə deyir ki, kiçik bərabərdir 0 olan yerləri tapmaq lazımdır. Bunun üçün nə etməliyik? Birinci növbədə misal haqqında düşünürük, verilən bərabərsizlik haqqında düşünürük. Baxırıq ki, bu x plus 3 hər zaman müsbətdir. Çünki moduldan hər zaman müsbət çıxır. X kvadratı da hər zaman müsbətdir. Bir dənə qaldı x minus 1-in kubunun mənfi olması. Üstü qüvvəti tək dərəcə olduğuna görə biz baxırıq x minus 1-in mənfi olanlarına. X minus 1 harda mənfi olur? Baxırıq ki, x minus 1 x 1-dən kiçik olan qiymətlərdə mənfi olacaq. Aha, bunu tapdıq. Bir də eyni zamanda nə etməliyik? Biz məxrəci 0-dan fərqli götürməliyik. Çünki məxrəc 0 olmaz. Ona görə x plus 3-ü fərqlidir 0 yazırıq və x fərqlidir -3 qeyd edirik. -3 olmamalıdır. İndi biz buradan tapmışıq mənfi sonsuzluq 1 aralığı. Cavabda mənfi sonsuzluq 1 aralığını tapmışıq. Amma -3-ü həmin bu aralıqdan çıxmaq lazımdır. Çünki -3-də bərabərsizliyin məxrəcin 0-a çevirir və mənası olmur. Ona görə -3-ü bu aralıqdan çıxacağıq. Mənfi sonsuzluq -3 birləşmə -3 1 aralığı. Deməli bərabərsizliyimizin həlli artıq budur.